Keçmişi müəmmalı, qaranlıq bir oliqarx olan Ruben Vardanyan barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi 17 fevral 2026-cı il tarixində yekun mərhələyə çatdırıldı. Hökmə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı maddələr, eləcə də digər ağır cinayətlər üzrə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan 20 il müddətinə azadlıqdan məhrum edildi. Ruben Vardanyan 2022-2023-cü illərdə Qarabağ bölgəsində qanunsuz separatçı rejimdə yüksək vəzifə tutaraq Azərbaycan ərazilərində konstitusiya quruluşunun zorla pozulmasına yönəlmiş proseslərdə bilavasitə iştirak edib. İstintaq məlumatlarına əsasən Vardanyan separatçı silahlı birləşmələrin maliyyələşdirilməsində və təminatında əsas fiqurlardan biri olub. Faktlar göstərir ki, Vardanyanın təşviqi ilə yaşayış məntəqələri hərbiləşdirilib. Mülki obyektlər, silah anbarı və döyüş mövqeləri kimi istifadə olunub. Bu isə beynəlxalq humanitar hüququn açıq şəkildə pozulmasıdır. Həmçinin mina terrorunun davam etdirilməsi, yeni ərazilərin məqsədli şəkildə minalanması nəticəsində Azərbaycanlı mülki şəxslər həlak olub və ya ağır bədən xəsarətləri alıb. Digər mühüm fakt Vardanyanın Azərbaycan ərazilərində qanunsuz iqtisadi fəaliyyətləri təşkil etməsidir. Təbii sərvətlərin qeyri-qanuni istismarı, xüsusilə faydalı qazıntı yataqlarının qanunsuz şəkildə istismarı həm dövlətə ciddi iqtisadi zərər vurub, həm də bölgədə ekoloji fəlakət riskini artırıb. Bununla yanaşı Vardanyan informasiya manipulyasiyası və siyasi təbliğat vasitəsilə Azərbaycanlıların Qarabağa qayıdış prosesini əngəlləməyə çalışıb. Bölgədə etnik qarşıdurmanı qızışdıran çağırışlarla çıxış edib. Vardanyan sona qədər ümid edirdi ki, separatçılar arasında heç olmasa o azad ediləcək. Bu vəziyyətdə qalmayacaq. Lakin xəyalları puç oldu. Nə pulu, nə də ətrafı onu xilas edə bilmədi. Vardanyanın və onun kimi Azərbaycan torpaqlarında qanunsuz fəaliyyət göstərənlərin məhkəmə qarşısına çıxarılması təkcə ədalətin bərpası yox, həm də Azərbaycanın beynəlxalq hüququn prinsiplərini yerinə yetirməsidir. Bu, Azərbaycanın yalnız hərbi müstəvidə deyil, həm də diplomatik və hüquqi səviyyədə qalib çıxmasının sübutudur.